bir xanımız var. Uşaq Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban olan Allahın adıyla. Şəhidlər haqqında danışmaq həqiqətən çətindir, ona görə ki, o şəhidlərimiz artıq yəqin əhlidirlər. Allahın buyurduğu, vəd elədiyi bərzəq-i cənnətdədir onların ruhları. Biz İslam'a, dinə, Allaha iman gətirmişik, Allahın Rəsuluna iman gətirmişik və oxuduğumuzu bildiyimizdən öyrənmişik ki, şəhidlər həqiqətən yüksək bir məqama çatmış şəxslərdir ki, Allah buyurur, şəhidlərə ölü deməyin, onlar diridirlər, Allah yanında ruzulanırlar. Və Peyğəmbər sallallahu da hədislərindən bizə gəlib çatan budur ki, həqiqətən şəhidlik böyük bir məqamdır. Həqiqətən elə bir məqamdır ki, o məqama çatanlar bilər. Şəhidlik şərbətin dadanlar bilər ki, şəhidlik necə bir məqamdır. Həzrəti Peyğəmbərimiz buyurur, vətəni sevmək imandandır və hər birimiz vətəni sevməliyik, bu vətənin evladları olduğumuz kimi. Və mən də şəhid mətləb qardaşımıza, o cümlədən cəmi şəhidlərə Allahdan rəhmət diləyirəm. Şəhid mətləb qardaşımız elə bir qardaş idi ki, həqiqətən hamımızın qəlbində böyük bir sevgisi, məhəbbəti var idi ki, onun haqqında danışmaq çətindir. Şəxsən mənim özümün mətləbə çox böyük bir məhəbbətim, sevgim var. Allah ona rəhmət eləsin, ruhunu şad eləsin. Ailə üzvlərin də dünya və axirət xoşbəxt eləsin inşallah. Bir mətləbsən, mətləbə yetdin. Vətən üçün cihada getdin. Cihad əmrini sən icra etdin. Şəhidlik şərbətin içdin və getdin. Özünü dəhşətli alova atdın. Özün istədiyin zirvəyə çatdın. Günəş tək parladın, ay kimi batdın. Salam el şəhidi, qazi şahidi. Şəhidlik şərbətin içdin və getdin. Düşməni ot kimi bitdin və getdin. Dünyada əkildin, cənnətdə bitdin. Salam el şəhidi, qazi şahidi. Əlvida demirəm, salam deyirəm. Vətənəm mən sənə balam deyirəm. Mükəmməl, möhtəşəm qalam deyirəm. Salam el şəhidi, qazi şahidi. Tədbirli, təlimli, mətləbli mətləb. Özünə hamiya, tələbli mətləb. Çingizin qəlbində şərəfli mətləb. Salam el şəhidi, qazi şahidi. Salam el şəhidi, qazi şahidi. Allah Teala hər birinizdən razı olsun inşallah. Esselamu aleyküm və rəhmətullahi və bərəkətuhu.